Salam müəllimlər, axşamınız xeyir olsun. Beləliklə müəllimlər, bugün mən sizlərə mövzu 15 mayelərin və bərk cisimlərin xassələri mövzusuna aid olan testlərin izahını verəcəm. Beləliklə vaxt itirmədən keçən sualların izahına. Deməli, birinci sualda bizə deyir ki, kvadrat şəkilli kaplyar boruda suyun qalxma hündürlüyü 7 cm-dir. Kvadratın tərəfinin uzunluğunu hesablayın. Deməli, müəllimlər, burada sigmanın qiyməti 70 olmalıdır. 73 düşüb amma. Beləliklə, gəlin məsələni həll eləyək. Deməli, müəllimlər bizə nə verib? Boruda suyun qalxma hündürlüyünü verib. H bərabərdir 7 cm. Gəlin biz bunu metrə çevirək. 0,7 metr eləyir. Gəlin biz bunu 7 vurulsun 10 üzəri mənfi 2 metr şəklində yazaq. Daha sonra sigmanın qiymətini verib. Su üçün deməli bu 70 milli Newton vur metrdir. Gəlin biz bunu Newton vur metrə çevirək. Onun üçün bunu 70 vur 10 üstü mənfi 3. Deməli Newton bölü metr yazıram. Gəlin bir balıcı da sadələşdirək. 70 vurulsun 10 üstü mənfi 3 mən. 7 vurulsun 10 üzəri mənfi 2 Newton bölünsün metr yaza bilərəm. Daha sonra bizə suyun sıxlığını verib ki, bu 1000 kiloqram bölü kub metrdir. Bunu elə 10 üstü 3 kiloqram bölünsün kub metr şəklində yazaq. Deməli, J'nin qiymətini verib. 10 metr bölünsün saniyə kvadratıdır. Deməli, bizdən nəyi soruşur əziz müəllimlər? Kvadratın tərəfinin uzunluğunu soruşur. Yəni, A-nı soruşur. Deməli, biz bu məsələni necə həll edə bilərik əziz müəllimlər? Deməli, belə bir şey eləyək. F bərabərdir. MJ yazıram, düzdürmü? Buradan da F'in yerinə sigma vurulsun L düsturunu yazıram. Bərabər eləyirəm MJ-yə. M-in də yerinə gəlin Rho V J yazalım. Daha sonra buradan sigma vurulsun kvadrat üçün L-in yerinə, uzunluğun yerinə 4A yazıram. Bərabərdir. Daha sonra buradan Rho vurulsun. V-nin yerinə isə S vurulsun H yazıram. Vurulsun J. Daha sonra sigma vurulsun 4A yerində qalsın. Rho vurulsun. Kvadratın sahəsinin yerinə A kvadratı yazıram. Vurulsun H, vurulsun J. Buradan da A'ların deməli bir ixtisar gedir. Alırıq ki 4 sigma bərabərdir. Rho vurulsun A, vurulsun H, vurulsun J. Bizdən də tərəfin uzunluğunu soruşur. Buradan A-nı təyin etsək, A bərabərdir 4 sigma bölünsün. Deməli, Rho, J, H şəklində olacaqdır. Bərabərdir verilən qiymətləri, yəni yerinə yazağın. Deməli, bizə nəyi vermişdi? Yazıram buradan. Deməli, 4 vurulsun. Sigmanın qiyməti. Deməli, 7 vurulsun 10 üzəri mənfi 2-dir. Bölünsün. Rho-nun qiyməti 10 üstü 3. J-nin qiyməti 10. Vurulsun H da bizdə nə qədər idi? 7 vurulsun 10 üzəri mənfi 2 idi. Baxın, bunlar ixtisar gedir. Alıram ki 4 bölünsün 10 vurulsun 10 üstü 3. Bu da bərabərdir. 4'ü 10'a böləndə alıram 0,4. 10 üstü 3'ü də vurulsun 10 üstü mənfi 3 yaza bilərəm. 10 üstü mənfi 3 bizə millini verəcək. Cavabımız olacaqdır. Deməli 0,4 millimetr. Doğru cavabımız əziz müəllimlər C variantı. Növbəti sualla davam eləyək. İkinci sualda bizə deyir ki, yer səthində kaplyar boruda mayenin qalxma hündürlüyü H-dır. Yer səthindən 5R yüksəklikdə bu mayenin həmin kaplyar boruda qalxma hündürlüyü nəyə bərabərdir? Gəlin müəllimlər, biz bu məsələnin həllini tapmaq üçün ilk öncə yer səthində kaplyar boruda mayenin qalxma hündürlüyünün düsturunu yazaq. Bu, birinci halda H1 deyirəm buna. Düsturumuz 2 sigma bölünsün. Deməli, Rho, J, R-dir. Düzdürmü? Və şərtə görə deyir ki, bu nəyə bərabərdir? H-a bərabərdir. İkinci halda H2 bərabərdir. Bu, yer səthindən müəyyən bir hündürlükdə olduğuna görə mən buna 2 sigma bölünsün. Rho vurulsun. Rho vurulsun. Belə yazaq. 2 dəqiqə. Bu burada qalsın. Buradan silək. Rho vurulsun. Gəlin, indi biz burada J'nin necə dəyişdiyini tapaq. Deməli, bildiyimiz kimi yer səthindən hər hansı bir hündürlükdə sərbəşmə təcili J vurulsun
deməli m bölünsün r plus h-ın kvadratıdır, düzdürmü? Bizə də deyir ki, yer səthindən 5r hündürlükdə gətirib burada h-ın yerinə, bax burada h-ın yerinə gətirib 5r yazsam, onda olacaqdır bu, j vurulsun, m bölünsün, deməli r üstə gəlsin 5r-in kvadratı. Düzdür, buradan da nə alırıq biz? Alırıq ki, j m bölünsün, deməli 5r üstə gəl r, 6r kvadratı olacaq, 36r kvadrat. Düzdürmü? İndi burada da jm böl r kvadratı nəyə bərabərdir? J-yə bərabərdir, yer səthi üçün. Düzdür, bax mən bunun yerinə j yazsam, onda bu olacaqdır, deməli j bölünsün, 36. Gətirib onda ikinci ifadədə biz j-nin yerinə nə yazacağıq? J bölü 36 yazacağıq. Onda olacaqdır bu. Rho vurulsun. J bölünsün 36 vurulsun r. Burada da 36 yuxarı qalxır. Olur 36 vurulsun 2 sigma bölünsün rho j r. Yuxarıda da biz 2 sigma bölünsün rho j-rə h demişdik. Bunun yerinə onda h yazanda olacaqdır 36h, yəni yer səthindən 5r hündürlükdə kaplyar boruda mayenin qalxma hündürlüyü 36h-a bərabər olacaqdır. Doğru cavabımız Y variantı. Üçüncü sual, buzun əriməsi prosesində temperaturun istilik miqdarından asılılıq qrafikinin hansı hissəsində maddə atomlarının yalnız potensial enerjisi artır? Baxın əziz müəllimlər, burada birinci buz qızır, sonra başlayır burada əriməyə. Bax, ərimə hissəsi burada BC hissəsidir. İndi ərimə prosesində biz bilməliyik ki, temperatur və orta kinetik enerji dəyişmir. Ərimədir, qaynamadır. Bu hissələrdə temperatur və kinetik enerji dəyişmir. Lakin daxili enerjidə, potensial enerjidə artır. Bizdən də potensial enerjinin artar hissəsini soruşur. Olacaqdır yalnız BC, yəni A variantı. Dördüncü sual deyir ki, deformasiya etdirici qüvvəni dəyişmədən məftilin en kəsiyinin sahəsini 2 dəfə artırsaq, onun nisbi uzanması necə dəyişir? Deməli, müəllimlər fikir verirsə, deyir ki, deformasiya etdirici qüvvəni dəyişmədən, yəni F-i dəyişmirəm. Deyir ki, məftilin en kəsiyinin sahəsini, yəni S-i 2 dəfə artırsaq, nisbi uzanma necə dəyişir? Deməli, müəllimlər, yəqin ki, indi yazacağım düsturu əzbər bilirsiniz. Bu, sadə bir düsturda F bərabərdir, S, Y, epsilondur, düzdürmü? İndi buradan da, deməli, biz nə edirik? Yazdığım bu ifadədən biz, deməli, müəllimlər, nisbi uzanmanı tapsaq, epsilon bərabərdir, F bölünsün, S vurulsun Y olacaqdır. Bizə deyir ki, deformasiya etdirici qüvvəni dəyişmə. Bax, bunu dəyişmədik. Burada söhbət elə məftildən gedir. Burada onun Young modulu da dəyişməz. Gördüyümüz kimi nisbi uzanma məftilin en kəsiyinin sahəsi ilə tərs mütənasib şəkildə asılıdır. Biz əgər sahəni 2 dəfə artırırıqsa, onda nisbi uzanmamız nə edəcək? 2 dəfə azalacaq. Doğru cavabımız B variantı. Daha sonra 5-ci sualla davam edək müəllimlər. Mən bir dənə bunu tərəfə keçirdim. Əla. Bu tərəfə keçirtdik. Deməli, 5-ci sualda bizə nə deyir? Bu 5-ci sualdır. Deyir ki, mayenin qaynaması zamanı temperatur və daxili enerjisi necə dəyişər? Bayaq dedim müəllimlər bunu. Dedim ki, ərimə prosesidir. Ərimə, qaynama. Bu proseslərdə, ərimə, qaynama proseslərində temperaturdur. Bir də orta kinetik enerjidir. Bunlar dəyişmir. Bunlar dəyişmir. Lakin potensial enerjidir, sonra daxili enerjidir. Bunlar nə edirlər? Artırırlar. Burada da qaynama prosesidir. Qaynama prosesi olduğuna görə temperaturumuz dəyişməz, amma daxili enerjimiz artar. Doğru cavab D variantı. 6 nömrəli sual. Bərk maddənin temperaturunun zamandan asılılıq qrafik verilib. 1, 2 və 3 nöqtələrinə uyğun mayenin kütlələrini müqayisə edin. Deməli, müəllimlər, gəlin, bax, suala diqqətlə baxaq. Hal-hazırda, bax, başlanğıc zamanında maddə bərk haldadır. Yəni,
bu birinci haldan əvvəldə, yəni burada bu A halı desəm, bu A halında maddə bərk haldadır. Yəni burada tamamilə bərkdir, maye yoxdur. Artıq biz bərk maddəni fikir verirsinizsə qızdırırıq. Qızdırırıqsa nə baş verəcək? Bərk maddə başlayacaq əriməyə. Yəni maye halına çevrilməyə, düzdürmü? Yəni artıq burada müəyyən qədər maye var. Sonra başlayır bu yavaş-yavaş yenə də qızaraq əriməyə, düzdürmü? Deməli belə çıxır ki, get-gedə bərk maddə nəyə çevrilir? Maye çevrilir. Elə deyilmi? Maye çevrilirsə, onda belə çıxır ki, yəni bərk maddə maye çevrilir. Düzdür müəllimlər? Belə çıxır da, düzdürmü? Onda belə çıxır ki, bu bərk maddə yavaş-yavaş maye çevrilirsə, ən çox maye 3-dədir, sonra 2-dədir, düzdürmü? Sonra hardadır? 1-dədir. Burada müəyyən qədər maye var. Amma sonra bərk maddə tamamilə maye çevrilib. Deməli 3-də maye çoxdur, o böyükdür 2-dən, o da böyükdür 1-dən. Doğru cavabımız C variantı. 7 nömrəli sual. İsladan mayedə maye molekullarının cazibə qüvvəsi ilə maye molekulları ilə bərk cisimli molekullar arasındakı cazibə qüvvəsi arasındakı əlaqəni tapın. Deməli müəllimlər biz demişik ki, isladan mayedə, baxın isladan mayedə hər zaman FMB FMM-dən böyük olur. FMB nə oldu? FMB oldu ki, deməli, maye molekulları ilə bərk cisimli molekullar arasındakı cazibə qüvvəsi mayenin öz molekullar arasındakı cazibə qüvvəsindən hər zaman böyük olur isladan mayedə. İslatmayan mayedə isə bunun tərsi olur. İslatmayan mayedə artıq, baxın, islatmayan maye. Artıq islatmayan mayedə FMB-dən böyük olur. Yəni maye ilə maye molekullar arasındakı cazibə qüvvəsi maye ilə bərk cismin molekullar arasındakı cazibə qüvvəsindən böyük olur. 8 nömrəli suala baxalım müəllimlər. Deyir, eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmalarının delta L1 bölü delta L2 nisbətini tapın. Deməli müəllimlər, biz bunu necə təyin edə bilərik? Baxın, bu düsturdan. Bayaq biz bu düsturdan istifadə etdik. Bu F bərabərdir S, Y, epsilondur. Düzdür. Bəs bura mütləq uzanmanı necə gətirəcəyik? Mütləq uzanmanı belə gətirə bilərik ki, nisbi uzanmanın düsturu nədir? Delta L-in L0-a nisbətidir. Gətirib, baxın, bu ifadəni burada nəzərə alsaq, onda F bərabərdir S vur Y vurulsun. Epsilonun da yerinə delta L bölünsün, L0 yazıram. Aldığımız bu ifadədən biz delta L-i təyin etsək, delta L bərabərdir F vurulsun L0 bölünsün S vurulsun Y olacaqdır. Gəlin indi hər bir hal üçün bu düsturu yazaq. Məsələn, mən birinci yazıram, delta L1 bərabərdir. Fikir verirsinizsə, bu birinci çubuğa təsir edən qüvvə F-dir. F vurulsun. Birinci çubuğun uzunluğu L0'dır. Vurulsun L0 bölünsün. Sahəsi S-dir. S-dir. Vurulsun. Eyni materialdan hazırlanıblar bunlar. Ona görə bunların Young modulları da bərabər olacaq. Elə Y yazacağım buna hər ikisinə. Vurulsun Y. Bax, bu bizim birinci halda mütləq uzanmamız. Gəl indi bu ifadəni ikinci çubuq üçün yazaq. Delta L2 bərabərdir. İkinci çubuğa da eyni, yəni eyni bir çubuqdur. Yenidən buna eyni qədər qüvvə təsir edir. F vurulsun. Artıq bunun ikinci halda uzanması olur. 4L0 vurulsun. 4L0 bölünsün. Sahəsi fikir verirsinizsə 3S'dir. Vurulsun 3S. Vurulsun eyni materialdan hazırlandığına görə hər ikisinin Young moduluna Y demişdik. Baxın əziz müəllimlər, bu oldu bizim ifadələrimiz. Bu birinci ifadəmizdir, bu ikinci ifadəmizdir. Bizdən də delta L1-in delta L2 nisbətini soruşur. Gəlin elə birinci ifadəni ikinci ifadəyə bölək. Buradan delta L1 bölünsün. Delta L2 bərabərdir. Birinci ifadə olduğu kimi qalsın. F vur L0 bölünsün. S vurulsun Y. Bunu da ikinci ifadəyə vuranda, böləndə tərs qiymətinə vurarıq. Yəni birinci ifadəni ikinci ifadəyə bölürəmsə, birinci yerində qalır, ikincini tərsinə vurarıq. Onda 3SY yuxarı qalxar. 4F L0 isə aşağı düşər. Buradan da biz F vur L0'lar gedir. S vur Y'lər gedir. Nisbət bizə 3 bölünsün 4'ü verir. Yəni doğru cavabımız A variantı.
Növbəti sualımıza baxaq. Bunu bu yana çevirək. Deməli, növbəti sual 9 nömrəli sualla davam edək. Bizə 9 nömrəli sualda deyir ki, ərimə temperaturunda götürülmüş 20 kiloqram qalayın 40%-ni əritmək üçün neçə kilojol istilik miqdarı lazımdır? Deməli, ərimə istiliyinin düsturu bilirik ki, Q bərabərdir lambda M-dir. Düzdür? Baxın, lambda M-dir. Amma bunun hamısı yox. Deyir bizə 40%-ni əritmək üçün. 40% nə qədərdir? Yəni, bu lambda M-in hamısını yox. Deyir ki, 0,4 hissəsini əritmək üçün neçə kilojol istilik miqdarı lazımdır deyir. Buradan da biz hesablamamızı aparıq. Lambdanın qiyməti deməli 600-dür. Kilojolu jola çevirmirəm. Çünki zaten məndən kilojolla istəyir. Vurulsun kütlə 20-dir. Vurulsun 0,4. Buradan da əziz müəllimlər biz alırıq deməli 20-ni 0,4-ə vuranda 8, 8-də 600-ə vuranda deməli nə qədər alırıq? Hə, bu 600 yox, 60-dır. Dəqiqə, üzrlü sayın, bu 60-dır. Onda 60-ı da 8-ə vuranda deməli alacağıq 480 kilojol. Doğru cavabımız Y variantı. 10 nömrəli sualımız deyir 42 qram spirti tam yandırdıqda neçə kiloqram suyu qaynatmaq olar? Deməli müəllimlər bu məsələni necə həll edə bilərik? Fikir verirsinizsə, spirti yandırırlar. Spirtin yanmasına sərf olunan enerji, belə deyək, spirti yandıran zaman ayrılan istilik miqdarı nəyə sərf olunacaq? Suyun qaynamasına sərf olunacaq. Yəni mən onda Q1 bərabərdir Q2 yaza bilərəm. Yəni spirtin yanmasına lazım olan istilik miqdarı nəyə sərf olunur? Suyun qaynamasına sərf olunur. Onda mən belə bir şey deyirəm. Spirti yandırdığımız üçün Q1-in yerinə yazaram ki, Q spirt vurulsun M spirt. Bunu bərabər edirəm nəyə? Suyu qaynadırlar. Onda yazaram S su, M su, delta T. Baxın, bu bərabərlikdən istifadə edirəm. Deməli, spirtin xüsusi yanma istiliyi nə qədərdir? 2,9 vur 10 üstü 7-dir. Biz bunu 29 vurulsun 10 üstü 6 şəklində yaza bilərik. Vurulsun, spirtin kütləsi 42 qramdır. Düzdürmü? 42 qramdır. Gəlin biz bunu kiloqrama çevirək. Çünki bizdən zaten cavabı kiloqramla istəyir. Onda 42 qramı kiloqrama çevirsəm, bu olacaqdır 42 vurulsun 10 üstü -3 bərabərdir. Suyun xüsusi istilik tutumu 4200-dür. Mən bunu 42 vurulsun 10 üstü 2 şəklində yazıram. Vurulsun bizdən nə qədər suyu, neçə kiloqram suyu deyir. Yəni suyun kütləsini soruşur. Vurulsun. Delta T nə olacaq? Deyir suyu qaynatmaq olar. Suyu neçə dərəcə Selsiyə qədər qaynada bilərik? 100 dərəcə. Ona görə mən buna delta-nin yerinə 100 yazacağam. Buradan deməli biz nə alarıq? Baxın, bu 42 ilə bu 42 gedir. Sol tərəfdə alıram ki, 29 vurulsun 10 üstü 6-nı 10 üstü -3-ə vuranda edir 10 üstü 3 bərabərdir. Sağ tərəfdə nə alaram? 10 üstü 2-dir, 100-ə vuranda, yəni 10 üstü 2-yə vuranda olacaq 10 üstü 4 M su. 10 üstü 3 ilə 10 üstü 4-ü ixtisar eləsəm burada bir dənə 10 qalır. Onda olacaq 10 M su bərabərdir 29-a. Buradan da suyun kütləsi olacaq 29 bölünsün 10-dan 2,9 kiloqram. Yəni doğru cavabımız B variantı. Növbəti sual. 11 nömrəli sualda deyir ki, suyun donma temperaturunu -50 dərəcə X, qaynama temperaturunu isə 130 dərəcə X olaraq göstərən termometrdə 40 dərəcə Selsi temperatur neçə dərəcə X olaraq göstərilir? Deməli müəllimlər, biz bu məsələni necə həll edə bilərik? Baxın, belə bir xətt çəkirəm. Bir cədvəl formasına salacağım bunu. Diqqətlə qulaq asaq. Bu da maraqlı, önəmli suallardan biridir. Baxın, mən bura su yazıram. Düzdürmü? Burada da X yazıram. Deməli müəllimlər, bax biz bilirik ki, su 100 dərəcə Selsidə nə edir? Qaynayır, düzdürmü? Bizə də deyir ki, burada həmən o suyun qaynama temperaturu X termometrində 130 dərəcə X olur. Onda mən bura 130 dərəcə X qeyd edirəm. Doğrudurmu? İndi
fikir verin, deyir suyun donma temperaturu -50 dərəcə X-dir. Qaynama temperaturu 130 dərəcə X olaraq göstərən termometrdə 40 dərəcə Selsi temperatur neçə dərəcə X olar? Baxın, 40 dərəcə Selsi deyir ki, temperatur neçə dərəcə X olar? Yəni bizdən bunu soruşur. Və bizə deyir ki, suyun donma temperaturu -50 dərəcə X-dir. Biz bilirik ki, su deməli nə edir? 0 dərəcə Selsidə donur. Düzdürmü? Burada indi bizə deyir ki, bu -50 suyun donma temperaturu -50 dərəcə X-dir. Suyun donma temperaturunda X termometrində -50 dərəcə X olaraq göstərirəm. İndi biz bunu necə təyin edə bilərik müəllimlər? Baxın, belə bir nisbət yazaraq bu məsələni həll edə bilərik. Baxın, yazıram ki, 100 fikir verin. Baxın bura. 100 çıxılsın 0 bölünsün 40 çıxılsın 0. Baxın. 40 çıxılsın 0 bərabər olacaqdır. 130 çıxılsın 50 bölünsün. Elə bir ki, buradan göstərdim də. Bax, bununla eyni göstərirəm elə bir ki. Bir dəfə də baxın, buradan bura göstərəcəm. Düzdürmü? 130 çıxılsın 50 bölünsün X çıxılsın 50. Müəllimlər, burada 130 çıx 50 yox, çünki bu -50'dir. Onda 130 çıxılsın -50 yazarıq burada, düzdürmü? Burada da deməli X çıxılsın -50 yazarıq. Çünki bura mənfidir. Onda X çıxılsın -50. Onda bizim ifadəmiz necə olar? Sol tərəfdə olar, deməli 100 bölünsün 40. Yəni onların birini ixtisarləsək 10 bölünsün 4 bərabərdir. Bərabərliyin sağ tərəfində kəsin sürətində olar. 130 çıx -50, yəni 180 bölünsün aşağıda da X plus 50. Bir 10 sıfırı da buradan onu ixtisar eləsəm, alıram ki 72 bərabərdir X üstəgənilsin 50'yə. X də buradan nəyə bərabər olacaq? 22 dərəcə Selsiyə bərabər olacaq. Daha doğrusu X-dən istəyir də bizdən. 22 dərəcə X olar. 22 dərəcə X. Elə bir ki, müəllimlər, baxın burada su üçün yazdıq. Bax, burada su üçün biz yazdıq dərəcə Selsi ilə. Dərəcə Selsi. Bir anda da dərəcə X-dən göstərdik. Doğru cavabımız olacaq C variantı. Növbəti 12 nömrəli sualda isə bizə deyir ki, diametrləri eyni olan alüminium məftillərdən yüklər asılıb. Birinci məftilin nisbi uzanması, yəni epsilon 1 bərabərdir 0,3 olarsa, ikinci məftilin nisbi uzanmasını bizdən soruşur. Və bizə şərtdə deyir ki, diametrləri eyni olan, yəni D1 bərabərdir D2. Diametrləri deməli bunların eyni oldu. Onda avtomatik olaraq radiusları da eyni olmalıdır, elə deyilmi? Deməli müəllimlər, biz bu ifadəni necə ala bilərik? Əlbəttə ki, biz nisbi uzanmanın delta L bərabərdir. Yəni epsilon, daha doğrusu dəqiqə üzrlü sayın. Deməli əlbəttə ki, biz epsilonun, yəni nisbi uzanmanın delta L bölünsün L0 düsturuna görə hesablama aparmırıq, yəni müqayisə aparmırıq. Deməli, nəyə əsasən baxacaq? Deməli, mən F bərabərdir S vur Y vur epsilon düsturunu yazıram. Buradan da epsilonu təyin eləsəm, deməli F bölünsün S vurulsun Y olacaqdır. Buradan da fikir verdiyimiz kimi yüklər asılıb. Ona görə mən F'in yerinə mg yazacağım. Olacaq mg bölünsün S vurulsun Y. Deməli müəllimlər, bunun diametrləri eynidirsə, deməli en kəsik sahələri də eynidir. Hər ikisi alüminium məftildir. Ona görə yung modulları da eynidir. Düsturda bax, bu epsilonun, yəni nisbi uzanmanın əsas düsturunda biz başlanğıc uzunluq görürükmü? Görmürük. Nisbi uzanmanın başlanğıc uzunluqdan asılı deyil. Ona görə bura biz baxmırıq. Baxırıq ki, burada nisbi uzanma deməli kütlə ilə necə asılıdır? Düz mütənasib şəkildə asılıdır. Ona görə asıllıq qurarıq ki, epsilon 1 bölünsün epsilon 2 bərabərdir m1 bölünsün m2. Buradan da hesablama apararıq ki,
epsilon 1-i, yəni birinci məftilin nisbi uzanması 0,3-ə bərabər idi. Bölünsün. Epsilon 2-ni bilmirik, bərabərdir. Birinci məftildən deməli m kütləli yük asılıb, ikinci məftildən isə 3m kütləli yük asılıb. Buradan m nə ixtisar gedir? Epsilon 2 bərabər olur. 3 vurulsun 0,3, yəni 0,9-a. Doğru cavabımız deməli Y variantı. Düzdür müəllimlər, burada oldu Y variantı. 13 nömrəli suala baxarıq ki, amorf üçün hansı ifadələr doğrudur? Müəyyən temperaturda əriyir, bu kristallar üçün aiddir. Temperatur intervalında əriyir, amorfların xüsusiyyətidir. Sonra fiziki xassələri müxtəlif istiqamətlərdə eyni olur, amorflara aid xüsusiyyətdir. Fiziki xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur, bu kristallara aiddir. Deməli, anizotrop olurlar və izotrop olurlar. Əlbəttə ki, biz bilirik ki, amorf cisimlər anizotrop yox, izotrop olurlar. Deməli, burada 13 nömrəli sualın doğru cavabı olacaqdır. 2, 3, 6, yəni B variantı. Davam edək müəllimlər. Dəqiqə. Daha sonra 14 nömrəli sualda bizə nə deyir? Deyir ki, radiusu 2R olan kaplyar boruda qalxan mayenin çəkisi 4 Newton olarsa. Deməli, R1 2R olanda kaplyar boruda qalxan mayenin çəkisi, buna P1 deyirəm, bu olub 4 Newton. Deyir ki, R radiuslu kaplyar boruda, yəni ikinci halda radius R'dir. Deyir, bu kaplyar boruda qalxan həmin mayenin çəkisi nəyə bərabər olar? Yəni bizdən P2-ni soruşur. Deyir ki, borular eyni materialdan hazırlanıbdır. Deməli, müəllimlər, biz bunu necə təyin edə bilərik? Deməli, F nəyə bərabərdir? Deməli, biz bilirik ki, F nəyə bərabərdir müəllimlər? Sigma vurulsun L. Həmçinin bu çəkinin də düzdürmü? Kaplyar boruda qalxan mayenin çəkisidir. Deməli, biz buradan onda yazar bilərik ki, P bərabərdir, sigma vurulsun, L-in yerinə nə yazarıq? Yazarıq 2πr. 2πr. Buradan da gördüyümüz kimi, kaplyar boruda qalxan mayenin çəkisi, deməli, radiusdan düz mütənasib şəkildə asılıdır. Əvvəl fikir verirsinizsə, borunun radiusu 2R-dir, sonra R-dir. Yəni, radius 2 dəfə azalıb. Radiusu 2 dəfə azalıbsa, onda kaplyar boruda qalxan mayenin çəkisi də 2 dəfə azalacaqdır. Yəni, ikinci halda çəki birincidən 2 dəfə az olmalıdır. Əvvəl 4 Newton idi, ikinci halda 2 dəfə azalıb olacaqdır 2 Newton. Yəni, burada doğru cavabımız B variantı. 15 nömrəli sual. Radiusu 0,5 mm olan kaplyar boruda qalxan suyun həcmini hesablayın. Deməli, bizə radiusu verib 0,5 mm-dir. 0,5 deməli millimetrdir. Gəlin biz bunu metrə çevirək. 0,5 vurulsun 10 üzəri -3 metr olacaq. Sonra səthi gərilmə əmsalını verib ki, 72 milli-newton bölü metrdir. Mən bunu 72 vurulsun 10 üstü -3 newton bölünsün metr yazıram. Deməli, R'nun qiymətini verib. Bu nə qədərdir? 10 üstü 3 kilogram bölünsün kub metrdir. Deməli, J'nin qiyməti də 10 metr bölünsün saniyə kvadratıdır. Bizdən nəyi soruşur? Kaplyar boruda qalxan suyun həcmini soruşur. Bunu da, əziz müəllimlər, yuxarıda yazdığım ifadədən çıxara bilərik. Çünki bu F bərabərdir, sigma vurulsun L-dir. Buradan da F-in yerinə mg yazıram. Olur mg bərabərdir, sigma vurulsun L-ə. M açıram, yazıram ki, Rho Vj bərabərdir, sigma vurulsun L-in yerinə də 2πr yazıram. Bizdən kaplyar boruda qalxan suyun həcmini soruşur. Bu ifadədən, baxın, bu ifadədən həcmi təyin etsək, V bərabərdir 2πr sigma bölünsün Rho J şəklində olacaqdır. Gəlin qiymətləri yerinə yazaraq hesablama aparaq. Deməli,
Buradan 2 vurulsun. P'nin qiyməti 3'dür. R deməli 0,5 vurulsun 10 üzəri mənfi 3'dür. Bölünsün. Sonra o biri qiymətləri də yazaq. Vurulsun. Deməli sigmanın da qiyməti 72 vurulsun 10 üzəri mənfi 3'dür. Bölünsün. R'nun qiyməti 10 üstü 3 vurulsun J də 10 bərabərdir. Burada deməli müəllimlər biz nə alarıq? Fikir verirsə 2-ni 0,5'ə vuranda, bax bunu bura vuranda 1 aldım mı? 1 aldım. Deməli 3'ü vururam 72'yə, 3'ü 2'yə 6, 3'ü də 7'yə 21. Oldu 216 vurulsun. 10 üstü mənfi 3'ü də 10 üstü mənfi 3'ə vuranda alıram. 10 üstü mənfi 6 bölünsün. Aşağıda da nə alırıq? 10 üstü 3'ü 10'a vuranda 10 üzəri 4. Deməli müəllimlər buradan nə olacaqdır? Deməli müəllimlər buradan alarıq ki biz 216 vurulsun 10 üzəri mənfi 10. Düzdürmü? Biz bunu 21,6 vurulsun 10 üzəri mənfi 9 yaza bilərik. Düzdürmü? Onda bu da bizə nəyi verəcək? Bu da deməli bizə verəcəkdir 21,6 millimetrin kubunu. Yəni doğru cavabımız Y variantı. 16 nömrəli sual. Verilmiş materialdan hazırlanmış trosun deməli diametrini 2 dəfə artırıb. Deməli D-ni 2 dəfə artırırıq. Artırıb ondan asılan yükün kütləsini, yəni M-i 3 dəfə azaltsaq, onun nisbi uzanması necə dəyişir? Bayaqki düsturdan istifadə edəcək müəllimlər. Deməli F bərabərdir S vur Y vurulsun epsilon. Buradan epsilonu təyin etsək olacaqdır F bölünsün S vurulsun Y. F'in yerinə burada deməli mc yazıram. S'in yerinə də diametrini ifadə eləsəm pi d kvadratı böl 4 yazanda 4 yuxarı qalxacaq. Pi d kvadratı Y düşəcək aşağı. Düzdürmü? Deməli müəllimlər burada əsas nəyə baxırıq? Görürük ki nisbi uzanmamız kütlə ilə düz asılıdır. Amma diametrin kvadratı ilə tərsdir. Deməli burada mən əgər diametri 2 dəfə artırıramsa, baxın bu diametri 2 dəfə artıranda nə baş verir? Nisbi uzanmamız 2'nin kvadratı qədər 4 dəfə azalır. Bir də kütləni 3 dəfə azaldıramsa, bir də epsilon kütləyə görə 3 dəfə azalacaq. Yəni epsilon bir dəfə də kütləyə görə 3 dəfə azalacaq. Nəticədə 4 vurulsun 3, yəni 12 dəfə azalma olacaqdır. Doğru cavabımız B variantı. Növbəti sualımız 17 nömrəli sualda maraqlı sualdır. Deyir, məftildən 4 kiloqram kütləli yük asılıb. Həmin məfdili ortadan qatlayıb neçə kiloqram kütləli yük asmaq lazımdır ki, hər iki halda mütləq uzanma eyni olsun. Gəlin bunu bir növ biz anlamağa çalışaq müəllimlər. Tutaq ki buradan belə bir məftil asılıb. Yəni mən bir balaca bunu uzadım. Belə bir məftildir, düzdür? Bu məftildən bir yük asılıb. Bir M kütləli nə qədər? 4 kiloqram kütləli yük asılıb. Əla. Bunun uzunluğu L0'dır, sahəsi də S-dir. Deyir ki, biz bu məfdili ortadan qatlayırıq. Bax, belə düşünün. Sanki mən bunu ortadan qatlayıram. Ortadan qatlayanın hansı formanı alır sizcə? Baxın, fikir verin. Ortadan bunu qatlayıram. Sanki bunun yanına gətirirəm də qatlayıb. Bir növ belə düşünməyə çalışın. Nəticədə nə baş verdi? Fikir verirsinizsə, bax buradan da yenə də həmin qədər, indi deyir buradan nə qədər yük asmalıyam ki, mütləq uzanma dəyişməsin. Bax, buna da ikinci halda bir M2 deyirəm. Fikir verirsə, əvvəl bunun uzunluğu L0'dır. Biz bunu tən ortadan qatlayandan sonra nə baş verdi? Bunun başlanğıc uzunluğu 2 dəfə azaldı. Əvvəl baxın, bir dənə bu hissəsi S-dir. Bunu biz ortadan qatlamışıqsa sahəsi nə edir? S. Yəni sahəsi də burada artır 2 dəfə 2S olur. Düzdürmü? Gəlin indi bir düstur çıxarmağa çalışaq. Əsas düsturumuzu bilirik ki, bu F bərabərdir S vurulsun Y vurulsun epsilondur. Düzdürmü?
Mən də epsilonu da yerinə gətirib delta L bölünsün L0 yazıram müəllimlər. Buradan olacaq onda F bərabərdir. S vur Y vurulsun. Epsilonu da yerinə yazıram. Delta L bölünsün L0. F'in yerinə isə mg yazıram. Onda olur mg bərabərdir. S vur Y vur delta L bölünsün L0. Gəlin bu ifadədən biz kütləni təyin eləyək. Kütləni təyin eləyəndə alıram ki m bərabərdir S vur Y vur delta L bölünsün J L0. Doğrudur müəllimlər. İndi gəlin burada bir şey fikir verək. Eyni bir çubuqdur, məftildir, düzdürmü? Onun Young modulu dəyişərmi? Yox. Mənə şərtdə deyir ki, mütləq uzanmaları da eyni olsun. Deməli, mütləq uzanma da eyni. J də eyni. Deməli, M nədən asılı oldu? M S bölünsün L0 nisbətindən asılı oldu. Aha. İndi gəlin fikir verək. Əvvəl bunun kütləsi birinci halda, bax birinci halda bunun kütləsi nə qədərdir? 4 kiloqramdır. Yəni 4 kiloqram kütləli bir yük asılıb əvvəl bundan. Sonra görək nə qədər olmalıdır. Fikir verirsinizsə, əvvəl uzunluq L0 idi, sonra L0 bölü 2 oldu. Yəni uzunluğu 2 dəfə azaldı. Onda kütləsi bir dəfə uzunluğun azalmasına görə 2 dəfə artacaq. Yəni 4 idisə 2 dəfə artandan sonra oldu 8 kiloqram. Bir də sahə fikri verirsinizsə necə oldu? Sahə 2 dəfə artdı. Hə, burada kütlə sahə ilə də düz asılıdır. Deməli sahə 2 dəfə artdısa, bir dəfə də kütlə sahəyə görə 2 dəfə artacaq. 8 idisə 2 dəfə də artandan sonra olacaq 16 kiloqram. Deməli biz artıq burada məftildən 16 kiloqram kütləli yük asmalıyıq. Maraqlı sual idi. 18 nömrəli suala baxaq. Deyir kütləsi 200 qram. Deməli M bərabərdir 200 qram. Kiloqrama çevirirəm bunu avtomatik. Olur 0,2 kiloqram. Olan kristal cismin temperaturunun aldığı istilik miqdarından asılı qrafik verilir. Bu cismin xüsusi ərimə istiliyini bizdən soruşur. Xüsusi ərimə istiliyidir, lambdadır. Bax, bizdən lambdanı soruşur. Bizə bilirik ki, Q ərimə nəyə bərabərdir? Lambda ərimə vurulsun M. Buradan da onda biz lambdanı, yəni xüsusi ərimə istiliyini tapırıqsa, nə etməliyik? Ərimə istiliyini bölməliyik kütləyə. Doğrudurmu? Deməli, bax, mən lambdanı tapmaq üçün deməli, əriməsinə sərf olunan istilik miqdarından kütləni bilməliyəm. İndi burada kristal, yəni bərk bir maddədir. Fikir verirsinizsə, bərk maddəni qızdırırlar. Düzdürmü? Sonra başlayır əriməyə. Deməli, ərimə hissəsi buradır. Fikir verirsinizsə, ərimə istiliyi, yəni əriməsinə nə qədər istilik miqdarı sərf olunub? Fikir verin, 4 ilə 38. Yəni, mən Q əriməni tapmaq üçün 38-dən 4-ü çıxmalıyam. Yəni 34 kilojol bölünsün kiloqram. Neyniyib? Daha doğrusu kilojol. Kilojol bölü kiloqram nədir? 34 kilojol istilik miqdarı sərf olunub. Onda gətirib ifadədə yerinə yazsam, lambda bərabərdir. Q ərimə 34 bölünsün. Kütləmiz nə qədərdir? 200 kiloqram. Yəni 0,2 kiloqram. Buradan da deməli 340 bölünsün 2, yəni 170 kilojol bölünsün kiloqram olacaqdır. Doğru cavabımız C variantı. Davam edək müəllimlər. Ben bunu belə sürüşdürüm. Bir dəqiqə. Müəllimlər, bunu ön tərəfə sürüşdürmək istəyirəm. Bir yox, qalsın, bir yanda fərq yoxdur. 19 nömrəli sualla davam edəyək. Deyir ki, kütləsi 10 kiloqram olan qalayın temperaturunun onun aldığı istilik miqdarı asılı qrafikinə əsasən qalayın xüsusi istilik tutumunu hesablayın. Deməli, müəllimlər fikir verirsə bizə nəyi verib? Lambdanı verib, düzdürmü? Yəni xüsusi ərimə istiliyini. Gəlin düşünəyin. Gələk düşünəyin. Biz xüsusi ərimə istiliyini tapmaq üçün nə etməliyik? Xüsusi ərimə istiliyini tapmağımız üçün
əriməsinə sərf olunan istilik miqdarını bölməliyik kütləyə. Tamam. Burada da qalayı qızdırırlar. Qalay başlayır burada əriməyə. Yəni əriməsinə sərf olunan istilik miqdarı bu hissədir. Burada mən bir Q1 deyirəm. Düzdürmü? Gəlin onda biz buradan bir ərimə istiliyini təyin edək. Görək nə qədərdir? Yazıram ki, lambda vurulsun M-dir. Lambdam deməli 59 kilojol bölü kiloqramdır. Kilojol bölünsün kiloqramdır. Vurulsun kütləm də 10'dur. 10 kiloqramdır. Kiloqramlar getsin. Buradan alırıq 590 kilojol. Deməli bu hissə əriməsinə sərf olunan, yəni Q ərimə nəyə bərabərdir? 590'a bərabərdir. Yaxşı, biz bu ərimə istiliyini necə tapırıq? Bu ərimə istiliyini tapmaq üçün 1050'dən nə edirik? Q1'i çıxırıq da, düzdürmü? Q əriməni nə tapmışıq biz? 590 tapmışıq. Bərabər eləyirəm 1050 çıxılsın Q1. Biz buradan Q1'i təyin eləsək necə olacaq? 1050 çıxılsın 590. Deməli müəllimlər, biz buradan nə alırıq? Buradan alırıq ki, müəllimlər 460 kilojol. Deməli baxın, bizə bu Q1 lazım idi. Bu Q1'i tapdıq ki, bura nə qədərdir? 460'dır. Artıq bu hissələri silirəm. Artıq bildiniz ki, oranı necə təyin etdik. Deməli, bura 460'a bərabərdir. Bizdən isə xüsusi istilik tutumu təyin etməmizi istəyir. Fikir verirsə, burada qalay qızır. Qalayın qızmasına nə qədər istilik miqdarı sərf olunub? 460. Artıq mən bunu bilirəm. Ona mən yazaram ki, Q1 bərabərdir Cm delta T. Qalay üçün, düzdürmü? Qalay. Buradan da biz xüsusi istilik tutumunu tapsaq, qalayın xüsusi istilik tutumunu təyin etsək, olacaqdır. Q1 bölünsün M delta T. Q1 nə qədərdir? 460'da təyin etdik. Bölünsün kütləmiz 10'dur, vurulsun. Fikir verirsinizsə, temperatur dəyişməsi 132'dən 232'dir. Yəni dəyişmə 100'dür. Düzdürmü? Deməli biz buradan nə alarıq? 460 kilojoldur. Mən bunu bir jola çevirim. 10 üstü 3'ə vurum. Deməli biz buradan alırıq. Bununla bu deməli gedir. Qalır 460. Deməli jol bölünsün kiloqram vurulsun Kelvin. Yəni doğru cavabımız Y variantı. 20 nömrəli sual. Bərk cismin maye və daha sonra qaz halına çevrilməsi prosesində onun temperaturunun aldığı istilik miqdarından asılı qrafikinə əsasən mayenin qızmasına, baxın mayenin qızmasına və mayenin qaynamasına sərf olunan istilik miqdarını tapın. Deməli müəllimlər, burada bərk cisim qızır. Düzdürmü? Məndən isə mayenin qızması və mayenin qaynaması hissələri lazımdır. Deməli bərk cisim birinci qızır, başlayır əriməyə. Artıq burada mayedir. Başlayır maye qızmağa. Deməli mayenin qızmasına sərf olunan hissə 90 ilə 160'ın arasıdır. Düzdürmü? Yəni nə qədərdir? 160 çıxılsın 90'dan 70'dir. Deməli mayenin qızması 70 kilojol. Mayenin qızmasına 70 kilojol istilik miqdarı sərf olunub. Sonra başlayır nəyə? Burada başlayır deməli müəllimlər maye burada qızdı mı? Axırda başlayır burada qaynamağa. Yəni mayenin qaynama hissəsi buradır. Bu da 160 ilə 240'ın arasıdır. Yəni 80 kilojoldur. 70-80 doğru cavabımız A variantı. 21 nömrəli sual. Hansı ifadələr doğrudur? Silindir formalı çubuğun Young modulu asılıdır. Nədən? Deməli maddənin növündən, bəli. Onun uzunluğundan xeyr, en kəsinin sayəsindən xeyr. Yalnız maddənin növündən asılıdır. Doğru cavabımız A variantı. 22 nömrəli sual. Uzunluğu L0, en kəsiyindən radiusu R olan məftilin mütləq uzanması delta L olarsa, məftilə təsir edən qüvvənin modulu hansı ifadələ təyin edilir? Deməli müəllimlər, biz bayaq yazdığım F bərabərdir S vur Y vur epsilon düsturundan istifadə edərək təyin edə bilərik. Burada F bərabərdir S-in yerinə pi R kvadratı yazaram, vurulsun Y vurulsun epsilonun da yerinə delta L bölünsün L0 yazaram. Deməli belə bir ifadə lazımdır bizə.
Pi kvadratı y, delta L bölü L0, doğru cavabımız Y variantı. 23 nömrəli sual. Yükün sabit qiymətində M bərabərdir konstant. Onun asıldığı trosun radiusunu R1 bərabərdir 0,3 millimetrdən, deməli R2 bərabərdir 0,6 millimetrə qədər artırdıqda ondakı mexaniki gərginlik necə dəyişir? Bildiyimiz kimi müəllimlər, mexaniki gərginliyin düsturu sigma bərabərdir F bölünsün S-dir. F'in yerinə mg yazaram, S'in də yerinə pi r kvadratı yazaram. Burada kütləsi dəyişmir, j'si dəyişmir, pi ilə işimiz yox. Gördüyümüz kimi burada mexaniki gərginlik radiusla tərs kvadratik şəkildə asılıdır. Fikir verirsinizsə, radius əvvəl 0,3-dür, sonra 0,6. Deməli, burada radius nə edib? Radius 2 dəfə artıb. Əgər radiusu 2 dəfə artıbsa, onda mexaniki gərginliyi 4 dəfə azalacaqdır. Doğru cavabımız D variantı. 24 nömrəli sual. Verilmiş materialdan hazırlanmış çubuğun nisbi uzanmasının onun başlanğıc uzunluqdan asılı qrafiki hansıdır? Biz demişik ki, nisbi uzanma başlanğıc uzunluqdan asılı deyil. Və nəhayət müəllimlər çatdıq sonuncu sualımıza. 25 nömrəli sualda deyir ki, kütləsi 200 qram olan, deməli M bərabər 200 qram, kiloqrama çevirirəm. 0,2 kiloqram olan su 80 dərəcə Selsidən T1 bərabərdir 80 dərəcə Selsidən T2 bərabərdir 20 dərəcə Selsiyə qədər soyuduqda ayrılan enerjini tamamilə sərf etməklə 100 kiloqram kütləli cismi hansı hündürlüyə qaldırmaq olar? Deməli müəllimlər, burada baxın, fikir verirsinizsə, elə bir ki, kütləsi 200 qram olan bir sudur. Temperatur elə bir ki, bunu 80 dərəcədən 20 dərəcə qədər Selsiyə qədər soyudurlar. Bu zaman alınan enerji tamamilə sərf olunur. Nəyə? Cismi, deməli, burada cisim elə bir ki, müəyyən bir hündürlüyə qalxasıdır da, nəyə sərf olunur? Potensial enerjiyə, düzdürmü? İndi burada biz belə bir bərabərlikdən istifadə edərək məsələnin doğru cavabını tapa bilərik. Deməli, yazarıq ki, Sm delta T bərabərdir mgh-a. Burada da əlbəttə ki, M su yazaram. Burada da M cisim yazaram. M cisim. Bu bərabərlikdən istifadə edə bilərik. S'nin qiyməti deməli 4200-dür. Vurulsun suyun kütləsi 0,2 kiloqramdır. Vurulsun temperatur dəyişməsi 80-dən 20-yə düşüb 60-dır. Bərabərdir. Cismin kütləsi 100 kiloqramdır. Vurulsun J 10-dur. Vurulsun bizdən H-ı soruşur. Deməli, baxın, buradakı 3 sıfırlı ixtisar eləsəm, deməli, mən alıram ki, deməli, nə qədər? Deməli, müəllimlər, buradan alınır ki, sol tərəfdə, deməli, 42 vurulsun 0,2 vur 6 bərabər olur. Deməli, H-a. H da buradan nəyə bərabər olacaq? 42-ni 2-yə vuranda 84. Deməli, 84-ü də 6-ya vuranda alırıq 504-ə. Düzdürmü? 504 bunu da 10-a böləndə, çünki 42-ni 6-ya vurduq, onu da 0,2-yə vuranda olacaqdı 50,4 metr. Deməli, müəllimlər, burada doğru cavabımız olacaqdı bizim B variantı. Belə müəllimlər, mövzu 15 bəht cisimlərin və mayələrin xassələri mövzusuna aid olan testlərin də izahını bitirdik. Ümidvaram ki, sizlər üçün öyrədici və əhəmiyyətli olar. Belə müəllimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Videonu bəyənib şərh yazmağı unutmayın. Hələlik.